Salam, hər vaxtınız xeyir olsun, əziz müəllimlər. Hər birinizi salamlayıram. Hər birinizin axşamınız xeyir olsun. Bu günlərin mənim sizə izahını verəcəyim dərsliyimiz artıq çərçivə sənədinə yeni daxil olmuş bir mövzulardır ki, yəni bunun artıq bu günlərim izahını verəcəm və bundan sonra sizin düşünürəm ki, probleminiz qalmayacaq bu mövzu ilə bağlı. Çünki bütün müdavimlər, əksər müdavim sual verir ki, müəllimə, mən bu proyektiv düşüncəni, yəni yeni artırılıb, çox çətindir, bizə çətin olacaq. Əksər vaxtlarda yeni artırılan mövzulardan suallar üstünlük təşkil edir. Yəni bunları mən necə öyrənim, nə formada öyrənim, çox çətin olacaq, elə deyil. Produktiv və praktik düşünmə forması inanın ki, sizi inandırıram ki, o qədər asan, o qədər maraqlıdır ki, hətta mən bu PDF-i özüm düzəldəndə, yəni çox rahat, çox maraqlı, gündəlik həyatımızdan olan bir şeylərdir ki, sadəcə olaraq bunu bir dərsliyə yerləşdirilib, bunu sistemli şəkildə bizə öyrədirlər. Ümumiyyətlə görək produktiv düşüncə nədir? Produktiv düşünmə məhsuldar düşünmədir. Yəni bu məhsuldar sözündən, produkt sözündən götürülür, mənası məhsuldar deməkdir. Bu isə bu düşüncə formasını Tim Hurson tərəfindən hazırlanıb. 2007-ci ildə də Tim Hursonun bu adlı kitabı nəşr olunmuşdur. Ümumiyyətlə Tim Hurson yəni deyir ki, bu kitabda, bu düşüncə modelində problemə hərtərəfli yanaşma, yəni strukturlaşdırılmış, sistemləşdirilmiş yanaşma, hərtərəfli baxmaq. Produktiv düşünmədə, yəni produktiv düşünmə formasına bir problemə hərtərəfli yanaşılmasıdır. Hər bir tərəfdən problemi yanaşıb, problemi aşkarlayıb, yəni o problem üzərində düşünüb, problemi həll edib, yəni yoxa çıxartmaqdır məqsəd. Bu düşünmə formasının əsas məqsədi. Produktiv düşünmə forması, yəni bizim produktiv düşüncəmizdə təfəkkürün hər üç növü inkişaf edir. Həm məntiqi, həm tənqidi, həm yaradıcı. Təfəkkür, produktiv düşüncə formasında, düşünmə formasında hər üç təfəkkürün növü artıq inkişaf edir. Bu modelin özü isə 6 mərhələdən ibarətdir. Görək bu mərhələlər hansılardır? Produktiv düşünmə bizdən nə istəyir, nələr istəyir, problemə necə baxmağımı istəyir, problemi necə həll etməyimizi istəyir. Produktiv düşünmə forması qeyd etdim ki, 6 mərhələdən ibarətdir. Birinci, ilk olaraq bizə deyir ki, problem nədir? Yəni sənin problemin, sənin, mənim, fərq yox. Bizim problemimiz nədir? İkinci sualda deyir, ikinci mərhələdə. Əldə etmək istədiyim uğur nədir? Yəni, mən bu problemi həll edəndə mənim uğurum nə olacaq? Yəni, mən əziyyət çəkirəm, problemi həll edirəm. Bu problemin sonu mənə nələr vəd edir? Üçüncü mərhələsində problemin həlli ilə bağlı əsas suallar hansılardır? Yəni, suallar var da, problemin həlli ilə bağlı beynində suallarım var. Əsas suallar hansılardır? Dördüncü mərhələdə deyir. Sualların mümkün cavabları, problemin mümkün həll yolları hansılardır? Çünki bir problemin bir neçə, hətta ondan artıq həll yolu ola bilər. Yəni, bu həll yolları hansılardır? Və 5-ci mərhələdə deyir ki, bu tapdığın həll yollarının içərisində hansı həll yolu, hansı cavab daha səmərəlidir, hansı yol mənə daha uyğundur, məqsədimə çatmaq üçün daha rahat və səmərəlidir. Ən sonda deyir ki, həll yolunu tapdın. İndi həll yolunu tapmısansa, həyata keçirmək üçün planın olmalıdır, resursların olmalıdır. Yəni, bizə hansı plan, hansı resurslar lazımdır? Bu, produktiv düşünmənin 6 mərhələsinin biz hər birini dəqiqliklə öyrənməyimiz şərtdir. Çünki suallarda bir situasiya sualı verə bilər və deyər ki, produktiv düşünmən hansı mərhələsinə aiddir. Ona görə də biz bu mərhələləri yəni ardıcıllıqla bilməliyik hər birisini. İndi mən sizə elə bir bu problem qoyacam ki, elə bir problem deyəcəm ki, bu hər bir müəllimə düşünürəm ki, bundan sonra artıq bizim bu çəkdiyim bu misaldan sonra heç bir müəllim deyə bilməz ki, mən bu produktiv düşünmə formasında qaranlıq qalan bir məqam oldu. Əslində produktiv düşünmə formasını da
Yəni çox misal çəkmək olar. Ancaq mən bugün hər birimizin bu necə deyək ki, kurikulum hər bir müəllimin, miqçilərin, sertifikasiya müəllimlərinin yaralı bir nöqtəsidir axı. Bizim hər demək olar ki, əksəriyyət müəllimi çətinlik çəkdiyi soruşanda deyir ki, əsas məsəl üçün heç öyrənə bilmirəm. Mən kurikulumu öyrənə bilmirəm. Kurikulum necə olacaq, nə tər olacaq? Yəni problemdir də. Gəlin bu kurikulum üzərinə problemimizi qoyaq. Məsəl üçün, problem nədir? Problem nə qoya bilərik? Mənim problemim kurikulumu öyrənə bilmirəm. Problemimi bildimmi? Mən başa düşdüm ki, mən öz ixtisaslarımı öyrənə bilirəm. Mən kurikulumu neynirəm, nə tərifəm öyrənə bilmirəm. Aşkara çıxartdımmı ki, mənim problemim mənim kurikulumu öyrənməyimdir. Mənim üçün hal-hazırda problem olan kurikulumu bilməməyimdir. Keçirəm ikinci mərhələyə. Problemim aşkardırmı? Produktiv düşüncədə deyir ki, problemini açıq-aşkar bəlli et. Bil ki, sənin problemin nədir? İkinci mərhələyə gəldim. Əldə etmək istədiyim uğur nədir? Yəni, mən bu kurikulumdan əldə etmək, öyrənsəm, bu problemim həll olsa, sonda mənim məqsədim nədir? Mən nəyi öyrənmək istəyirəm? Mən bu kurikulumu kəşf etmək istəyirəm. Öyrənmək istəyirəm. Miqdə və bütün suallarına kurikulumu 20-yə 20 yazmaq istəyirəm. Mənim sonda uğurum bu olacaq. Mən sertifikasiyanın onun da yazmaq istəyirəm, düzgün yazmaq istəyirəm. Mənim uğurum miqdən, sertifikasiyadan keçməyimdir. Problemin həlli ilə bağlı əsas suallarım hansılardır? Mən neyniyim, necə eləyim, nətər eləyim, hansı formada eləyim ki, düzəldim, tərtib edim ki, mən bu kurikulumu həyata keçirdə bilim. Düşünürsən də beynimdə necə eləyim, nətər eləyim, neynəsəydim suallarını özümüzə veririk. Artıq bizə 4-cü mərhələdə deyir ki, sualların mümkün cavabları, problemin mümkün həll yolları hansılardır? Artıq mən beynimdə özümə suallar verdim, beynimdə mümkün yolların, mümkün cavablarını axtarıram ki, mən bu kurikulumu bəlkə əyani gedim hazırlığa, əyani öyrənim. Sonra fikirləşirik ki, artıq miqçilərin, sertifikat müəllimlərinin demək olar ki, 95% ailəli insanlardır. Hər birimiz düşünürük ki, mən necə gedim axı, uşaq ağlayır, qaynənə, qaynata var evdə, dərsə gedirəm, işdən gəlirəm. Yəni, mənim işlərim o qədər əlavə problemlərim var ki, işim, gücüm var ki, mən əyani durub harasa vaxt itkisi edib bir müəllim yanına əyani dərsə gedə bilmirəm. Artıq bunu fikirləşdim, beynimdə avtomatik bunu silirəm. İkinci fikirləşim, bəlkə kurikulum vəsaitini alıb özüm öyrənim. Düşünürsən ki, yox, özüm də öyrənsəm, artıq mən indiki dövrdə bu sualların öhdəsindən gələ bilməyəcəm. Düşünürsən, bəlkə keçən il mənim qrup yoldaşım və yaxud da müəllimə yoldaşım miqə hazırlaşıb, onda əlavə vəsaitlər də var, onu da alıb. Görürsən, bu da işə yaramır. Bəlkə YouTube kanalına yazım, müəllimlərin ödənişsiz dərs qrupuna qoşulurum. Yox, bütün məlumatları qavramayacam, testləri yeni. Axırda birini seçirsən. Bəlkə mən onlayn dərslərə qoşulum. Mənim üçün ən effektlisi, ən uğurlusu işlərimi də yoluna qoymağa, dərsimi də öyrənməyə, hazırlığımdan da geri qalmamağa mənim üçün ən rahatı, ən uyğunu onlayn dərslərdir. Gəlirik biz artıq 5-ci mərhələyə. Hansı cavab və ya həll yolları daha səmərəlidir? Biz 5-ci mərhələni də tapdıqmı? Mümkün yollar qoyduq, hamısını beynimizdə fikirləşdik. 5-ci mərhələdə artıq mən deyirəm ki, mənim üçün onlayn daha sərfəli, səmərəlidir. Qərar verdimmi mən onlayna? Artıq son olaraq 6-cı bu mərhələdəki bu həll yolunu həyata keçirmək üçün hansı plan qurum? Hansı resurslar lazımdır? Planlaşdırıram. Məsəl üçün, mən ixtisas dərslərim var filan saata, planım budur ki, mən gün ərzində 2 saat ixtisasa ayıracam, 2 saat da kurikuluma əlavə vaxt ayıracam. Hansı resurslar lazımdır mənə? Mənim onlayn dərsə qoşulmaq üçün mənim resurslarım nədir? Kompüterim və yaxud da telefonum olmalıdır, Wi-Fi-im olmalıdır. Mən ödəniş edəməliyəm. Yəni, kompüter resurslarda bunlar telefon olmalıdır ki, mən artıq telefonuma Zoom proqramı yükləməliyəm. Mən proqrama qoşulub onlayn müəllimənin dərslərinə qoşuluram və mən sonunda öz problemimi həll etmiş oluram. Yəni, Tim Hurson da bizə deyir ki, sənin bir problemin varsa, 6 mərhələdə öyrənib problemini aşkara çıxardıb, sonlandıra, düzgün sonlandıra bilərsən.
Ümid eləyirəm ki, produktiv düşünmə haqqında heç bir problemimiz qalmadı. Git ana qurban, git biraz sonra gələrsən. Git. Telefonu da götür, git qapını dört. Atiyə ver gel. Git, qapını dört, git. Artıq qapını dört. Bir dəqiqə. Üzr istəyirəm, bir dəqiqə. Üzrü hesab edin, qapını açdı, fikrim yayındı. Artıq biz ümumiləşdirək ki, produktiv düşünmə, yəni məhsuldar düşünmə forması bizə nə deyir? Tim Hurson bizə deyir ki, sənin problemin varsa, produktiv düşünmə modeli ilə problemini rahat şəkildə həll edə bilərsən. Çünki sən produktiv düşünmədən istifadə edəndə bizim təfəkkürün hər üç növü bizdə inkişaf eləyir. Biz 6 mərhələli produktiv düşünmə formasından istifadə edəndə artıq bizim problemimiz açıq-aydın həll olmuş olur. Əziz müəllimlər, mənə bu videonu çəkməkdə məqsədim, yəni qısa və ətraflı izah verib, sizi yormamaq şərti ilə dərsi sizə başa salmağa çalışıram. Əlavə PDF-imdə bu haqda geniş məlumat var. Bunlar sadəcə olaraq sizə dəstək məqsədi ilə çəkilmiş videolardır. Yəni, PDF dərsə qoşulmaq istəyən müəllimlər PDF-dən istifadə eləyə biləcəklər. Çünki öz şəxsi PDF-imi atacam və PDF-də də ətraflı şəkildə hər birinin izahı verilmişdir. İkinci, biz artıq keçirik produktiv düşünmə formasını keçdik. İndi isə praktik düşünmə forması. Görək praktik düşünmə forması, yəni necə düşünmə forması? Əslində adından da bəllidir. Praktiki. Yəni praktik də tez, cəld, düşünmədən sınanmış yollar. Bunlardan istifadə etmək deməkdir. Produktiv düşünmə forması konvergent düşünmə modelindən, yəni eynidir demək olar ki, seçilib sınanmış, içində bizə lazım olanı istifadə edə biləcəyimizi götürmək deməkdir də. Praktiki düşünmə, praktik düşüncə real həyatda qarşıya çıxan problemlərimizi bizim realda, gündəlikdə yaşadığımız, hər gün yaşayırıq, problemlərlə üzləşirik və bu problemi səmərəli, effektli, sadə, ən əsasda praktik düşüncə deyir ki, cəld şəkildə, yəni cəld şəkildə vaxt uzatmadan, yubatmadan sınanmış yollarda bizə səmərəli olan yoldan istifadə etməkdir. Praktik düşüncədə bizim məntiqi və tənqidi düşüncəmizdən istifadə edirik. Bizim öz biliyimizdən istifadə edirik. Əldə etdiyimiz olan biliyimizdən anında istifadə etmək deməkdir. Bu düşüncə növü yəni bizdən istəyir ki, yeni nəzəri biliklər toplamaqdan çox, insan artıq malik olduğu məlumatları vəziyyətə uyğun tətbiq etməsini yönəlir. Bu nə deməkdir? Yəni, mən bir problemlə üzləşmişəm, həmən problemi ətrafdan durub məlumat toplamaq yox, araşdırma eləmək yox. Mən bunu gedim hardansa öyrənim və yaxud da necə öyrənim ki, nətər həll eləməliyəm, vaxt itirmədən. Yəni, mənim əlimdə olan məlumatlarımla anında həll etmək. Qeyd edim ki, praktik düşüncə formasını bizə belə deyək də, yazıb çatdıran alimin adı Edward de Bono'dur. Edward de Bono deyir ki, yəni bununla bağlı Edward de Bono praktiki düşünməklə bağlı geniş araşdırma aparıb kitab yazmış, yəni elm adamlarından biridir. Praktiki düşüncə əsasən hər hansı bir problemin həllində ən çox mükəmməl və yeni yol axtarmaq vacib deyil. Ən səmərəli və praktik, sınanmış, müsbət nəticə vermiş həll yolu vacibdir. Nə demək istəyir bu cümlədə? Yəni deyir ki, praktik düşüncədə problemin həllində mən problemi elə həll edim ki, mükəmməl olsun, yeni həll yolu axtarım, bu kimi şeylər fikirləşirmir. Burada ən səmərəli və praktik, sınanmış, bizə müsbət nəticə verən yollar bizə lazımdır. Edward de Bono deyir ki, ola bilər ki, hansısa həll yolu mükəmməl deyil. Əsas olur ki, həmin an üçün praktik olsun. Yəni ki, misal gətirəcəm, misallarla bunu daha yaxşı biləcəyik. Nümunədə elə düşünürəm ki, artıq problem qalmayacaq.
Praktik düşüncə əslində gündəlik həyatımızda baş verən bu problemdir. İndi bir dənəsini deyim, sonra şifahidən də bir neçə dənə misal, nümunə əlavə edəcəm. Məsəl üçün, deyək ki, bax, köynəyin düyməsi qırılıb. Qapıdan çıxırsan, artıq demək olar ki, bloka keçmirsən, baxırsan ki, sənin köynəyinin düyməsi qırılıb və sən yəni işə gedirsənmi, harasa bir yerə gedirsən, bir tədbirə gecikirsən. Bunun idealı nə idi? Bunun səmərəlisi yolu hansıdır? Gedib yeni köynək almaqdır. Və yaxud da həmin köynəyi dərziyə götürüb aparmaqdır. Amma həmin an üçün praktiki deyil. Çünki praktik anında məsələni səmərəli yolla həll etməkdir. Həmin an üçün praktik odur ki, sən onu sancaq bağlayırsan və yoluna davam edirsən. Yəqin ki, bu misaldan aydındır. Məsəl üçün, deyək ki, sən kurikulum və yaxud da ixtisas dərsi oxuyursan, bu anda sənin qrup yoldaşın zəng vurub. Sənin ixtisas dərslərin gecikib bilə, zəng vurub, sənin fikrini yayındırıb da nədənsə, dərsə qoşula bilməmişsən, dərsi öyrənə bilməmişsən. Həmin an üçün praktik düşüncə deyir ki, oturub o qrup yoldaşın haqqında deyinmə ki, bax buna bax, zəng vurdu, mənim vaxtım aldı, mənim işlərim töküldü qaldı. Bunu demə. Anında başda əlində olan problemi həll etməyə, dərsini oxumağa, yəni geri düşünməyə vaxt sərf etmə. Məsəl üçün, bir şagirdin sumkası, Edward Bond deyir ki, məsələn, bir şagirdin sumkası unudub şagird gedib məktəbə. Çantasını aparmayıb da özünün. Orada qəfildən yadına düşür ki, çanta qalıb evdə. Orada, yəni sən yalanlar fikirləşmə ki, müəllimə demə ki, ay müəllim, evimizin qapısı bağlı idi, mən çantanı götürə bilmədiyim. Və yaxud da yoldaşım məni zəng vurdu, fikrimi yayındırdı. Həmin an üçün məktəbdə sən görürsən, dərsə vaxt az qalıb, ya taksi tutub geri qayıdıb çantanı götürməlisən. Və yaxud da sənə yaxın olan bir dostun varsa, vaxt itirmədən zəng vurursan, xahiş edirsən ki, mənim çantamı gətirə bilərsənmi? Yəni, məsələni o anda həll etmək. Məsəl üçün, bir nümunədə deyim, düşünürəm ki, bundan sonra yəni praktiki düşüncə ilə bağlı problem qalmayacaq. Deyək, yağış yağıb. Yol gölmədir də. Bu, yəqin ki, çox insanların başına gəlir. Bu su yığınından o tərəfə keçə bilmirsən. Praktik düşüncə deyir ki, həmin an demək ki, bax görürsən, asfalt düzəldilmir. Götürüm hansısa bir qaynar xəttə zəng vurum. Şikayət eləyim gedim evdə, ərizə yazım, müraciət eləyim. İcra nümayəndəliyinə gedim xəbər verim, belə şeylər etmə. Praktik, həmin anlı yolu o bir tərəfə keçməlisən. Yora bir taxta parçası varmı yanında onu qoy, bir daş mı qoy. Yəni, praktik həll ilə keç-get işini, yəni işini yola ver, işindən gecikmə. Bu deməkdir. Düşünürəm ki, bu misal hər birimizin başına gəlir və hər birimiz üçün açıq aydındır. Son bir misal da çəkin, bununla da yekunlaşın misallarına. Məsəl üçün, əlində yemək pişirirsən, deyək bir soğan idi, soğançı eləyir də qadınlarımız bilir. Soğançı elədiyin yerdə, deyək ki, bir rəfiqən zəng vurur və sənin fikrin dağılır, o yemək yanır. Praktik düşüncə deyir ki, telefonu söndürüb başlayıb deyinmə, o mənə zəng vurmasaydı, mənim yeməyim yanmayacaqdı, mən indi neyniyəcəm, mən niyə ayrıcam? Praktik düşüncə deyir ki, anında yemək yandı, tök başqasını elə. Yəni, praktik düşüncə bizi bundan istəyir. Praktik düşüncədə Edward de Bono'nun praktik düşünməsi 4 prinsip müəyyən edilib. Birinci prinsipdə deyir ki, lazımsız informasiyanı bir kənara qoymaq, birbaşa problemin həllinə yönəlmək. Yəni, bayaqdan qeyd etdiklərimdir. Əslində, o haqda məlumat vermişəm. Məsəl üçün, deyir ki, sən lazımsız informasiya axtarma, o an üçün lazımsız, daha əmin informasiya ola bilsin, həqiqətən lazımlı informasiyadır. Amma sən bir problemdən üzləşmirsən, durub onun həllində nələrsə araşdırma, axtarma. Bayaq dediyim ki, yağış yağıb, bir gölmə yaranıb, bir göl yaranıb. Sən o tərəfə keçmək üçün lazımsız informasiyadan toplama da, mən gedeyim, ərizə yazım və yaxud da harasa müraciət edeyim, kimləsə bir söz soruşum. Yəni, lazımsız şeylərə yox, birbaşa problemin həllinə yönəl. Zaman itirmə. Praktik düşüncə deyir ki, zaman itirmə. Yəni, mənə indi nə lazımdırsa, mən artıq onu həll edib, həmən problemi anında həll edeyim, səmərəli yolla həll edeyim. Məsəl üçün, praktik düşüncə deyir ki, su borusu partlayıb, nəzəri düşünən insan borunun işləmə mexanizmini araşdırır və əlavə lazımsız deyək ki, bir söz yığınıdır da, mexanizmi öyrənməyə çalışır, borunun niyə partladı, ay ev su apardı, bu hələ borunu axtarır ki, görüm, bu niyə partlayıb, səbəbi nədir? Səbəb düşünmə, əvvəlcə suyu bağla,
sonraya ustaya zəng vur, praktika düşünən insan bu niyə partlayıb deyə düşüncə eləmir. Cəld suyu bağlayır, sonra ustaya zəng vurur və problem həll olunur. Əslində, yəni problemin kökünü axtarmaq lazımdır. Səbəbi kökündən həll olmalıdır. Amma praktik düşüncə anında onu həll etməkdir. Yəni sən suyu bağla, evi sudan xilas elə, su dolur evə. Sonra ustaya zəng vur, usta sonra gəlib özü həll eləyər. Praktik düşüncənin ikinci mərhələsi, qeyd etdik axı 4 mərhələdən ibarətdir. İkinci mərhələsində problemin səbəbinə deyil, həllinə yönəl. Bayaq da qeyd etdim. Misallar çəkmişəm, yenə də üstündən bir keçərik. Yəni, niyə belə oldu sualını vermə. Çünki niyə belə oldu nəzəri sualdır. Keçmişə dayanır, səbəbini axtarırıq, araşdırırıq. Sən praktik düşüncədən istifadə edirsənsə, indi nə etməliyəm sualını verməlisən. Hal-hazırdakı vəziyyətdən həlli tapmağa çalışmalısın. Səni irəli aparır bu sual. Bayaqçı misalları yenə də burada çəkdim. Ümumi məlumat vermişdim. İndi sıralamasını qeyd edirəm ki, siz də ekranda, monitorda görə biləsiniz. Məsəl üçün, problemin həlli nədir? Bayaq da qeyd etmişdim. Təkrardan yenə də bu misalı çəkirəm. Məsələn, uşaq yoldadır, çantanı evdə unudub, məktəb çantasını. Günahlar axtarmaq artıq bu praktik düşüncə deyil. Günahlar axtarır, kiminsə üstünə uydurur. Mən buna niyə elədim, nə tər elədim? Yollar axtarır ki, canım, müəllimə deyim, canımı qurtarım. Praktik düşünən insan isə cəld taksiyə deyir, yoldaşı yaxındadırsa ona deyir. Çantanı götürüb dərsə gəlmək ən qısa yolunu axtarır ki, mən problemimi həll edeyim. Artıq bu praktik düşüncədir. Praktik düşüncənin 3-cü mərhələsində isə deyir ki, sadə və əlçatan yolu. Mürəkkəb həll yolundan uzaq durmaq. Edward de Bono 1-də qeyd edir ki, əgər həll 3 addımdan çoxdursa, demək sən praktik həll yolunda deyilsən. Yəni 1, 2, 3-cü addımda sənin problemin həll olmalıdır praktik düşüncə ilə. Sən problemi həll etmirsənsə, artıq səndə praktik düşünmə, yəni bu deyil. Praktik düşünmənin yolunu hələ tapmamısan deməkdir. Ən sonda isə 4-cüdə, sonuncuda tez qərar vermək, sınaqdan keçirilmiş yollardan istifadə etmək. Yəni, Edward de Bono qeyd edir ki, 4-cü mərhələdə, praktik düşüncənin 4-cü mərhələsində sən tez qərar ver, vaxt itirmə, qərarını tez ver. Durub mən 1 saat, saat yarım hansısa bir qərar üstə götür, qoy eləyim, görəsən alınar, alınmaz, o olar, bu olmaz, yox. Bir də sən sınaqdan keçir. Yəni, sınaqdan keçirilmiş yollardan istifadə edə. Yəni, mən bu günlərim, necə deyim, bayaq da o misalı çəkmişdim, təkrarsızlıq olmasın, yenə də çəkim, həm misallar təkrar sizin yadınızda qalsın. Əslində, çox misallar çəkmək olar. Məsəl üçün, deyək ki, mən qapıdan çıxıram, bayaqki misalı çəkirəm yenə də. Köynəyin düyməsi qırıldı. Bayaqda da, nə bilim, sumkanın zamoku atdı. Sumkanı götürüb çıxıram evdən, çantamı. Bunu deyirsən, fikirləşmə. Bunu səmərəli yolunu axtar, praktik həll yolunu axtar ki, mən bunu bir sancağa bağladım, çıxdım, işim həll olundu. Bu 4 mərhələni mən sizə əvvəldə də izahını verdim. Sadəcə adlarını çəkməmişdim deyə bu 4 mərhələnin hər birinin adını çəkdim. Edward de Bono sonda da deyib ki, praktik öyrənmək üçün müəyyən üsullar tətbiq edib. Mənfi və müsbət cəhətləri düşünüb qərar ver. Yəni, sən bu qərarı düşündüyün müddətdə mənfisin, müsbətin anında bir gözdən keçirməlisən. Problemi həll etmək üçün alternativ həll yolları yaz. Bu zaman daha uyğun seçməyə imkan yarar. Yəni, bir neçə həll yolu onun içindən ən uyğununu. Bayaq qeyd etmişdimmi ki, konvergent düşüncəyə aiddir, ona uyğun gəlir. Yəni, problemlər çoxdur, içinə ən uyğunu hansıdırsa, onu seçirsən. Qərar verməmişdən əvvəl mümkün nəticələrini də düşünməlisən. Ən vacib həll yollarını seçməlisən. Bunların hamısını Edward de Bono artıq praktik düşüncə haqqında söyləmişdir. Biz bunları öyrəndikcə, misallara, məsələləri bildikcə, bu dərsliklər elədi ki, bunları misal məsələ üzərində öyrənsəniz, daha inandırıram ki, sizi yadınızda qalacaq, beyninizə həkk olacaq.
adi gündəlik həyatda qarşılaşdığımız bir çox problemlərdə artıq sizin ağlınıza gələcək ki, hətta mənim özümdə də elə oldu. Mən bu düşüncə formasını yazanda, PDF-ini hazırlayanda mənim öz ağlıma gəldi ki, mən də olur bəzən bir yemək bişirirəm, o yemək əlimdə yanırsa, məsələn, başım qarışıb da deyək ki, bir bacımla mı danışmışam, anamla, və yaxud da kimsə bir başımı qadı, mən durub həmən adam haqqında danışıram. Və yaxud da uşaq da fikrimizi yayındırır, biz gördüyümüz işi bir səhv görürük. Sonra deyirik ki, siz bizdə baş qoymamısan məndə, mən elədiyim işi, hər şeyi unutmuşam. Artıq deyir ki, burada uşağın üstə yönəlib, onunla dalaşma, onu danlama. Bir şey səhv eləmisənsə, başda onu, yəni səhvini anında düzəltə, sənin yeməyin yanıb. Düşünmə, durub yeməyə baxıb demə, mən neyniyim, nə təriliyim, sənə görə oldu, sən elədin, sən fikrimi dağıtdın, bu oldu. Anında məsələni həll elə, qazanı dəyiş, başqa yemək pişir. Günortaya çünki yemək lazımdır. Uşaqlar dərsdən gəlir və bu artıq praktik həll yoludur. Anında düşünmək həll yoludur. Qadınlarımız mətbəxdə günümüz demək olar ki, çox qadın mətbəxdə keçir. Hal-hazırda mən bunu başa düşürəm ki, sertifikasiya hazırlaşan müəllimələrimiz çox böyük fədakarlıq edirlər. Həm onlar anadır, həm ailə başçısıdır. Yəni evdardılar, həm müəllimədirlər. O insanlar, bu müəllimələrimiz artıq mətbəxdə iş görə dərs öyrənirik. Ona görə də biz mətbəxdə yaranan bu problemə deməyimizdənsə, praktik düşüncəmizdən istifadə edib anında həll etməyimiz daha məqsədə uyğundur. Əziz müəllimlər, produktiv və praktik düşüncə haqqında məlumat verdim. Çalışdığım qədər qısa məlumat vermək istədim. Həm ətraflı olsun, həm qısa olsun ki, siz bu video izaha baxanda yorulmayasınız. Eyni zamanda da artıq bu hər iki düşünmə forması ilə bağlı, bu modellə bağlı sizin probleminiz də qalmasın. Ümid edirəm ki, artıq bizim bu dərsimizdən sonra praktik və produktiv düşünmə forması bizim üçün çox asan olacaqdır. Hər birinizin gecəniz xeyrə qalsın, hər birinizə uğurlar arzulayıram. İnşallah gələn dərslərimizdə, video izahlarımızda görüşmək ümidi ilə.